Gündən hər kəsə salam. Sabah-sabahdır, uşaqlar yatır. Amma bir əl yağış yağdı. Rayonda doğrudan da soyuqdur. Dünən də yağış yağmışdı. Bugün də yağış yağdı, yerləri şehlədi. Ev əhli yatır, bir dənə mama ilə ata yoxdur. Üzümlər də hələ dəyməyib. Mən də oyandım. Qısa otağımızı görəsiz, elə bilərsiniz yataqxanadır. Muradla Nazlı ikisi də gəlib bizim otağa. Bizdən bir ənti yatır. Əslində mama mən inci yatırdıq. Sonra Vaqif dedi ki, yox mən də orada yatmaq istəyirəm. Vaqif Nazlı da yatırdı bizdən. Sonra da Vaqif gəldi, sonra Murad gəldi. İndi otaqda tərpənməyə yer yoxdur. Sakitcə qalxdım, gəldim. Gedək görək mamagil hardadılar. Bağdan səs gəlir. Oyanlardan. Əlimi üzümü də yumamışam. Gedim əlimi üzümü yuyum, bir stəkan çay içim. Görək mamagil hara gedib. Onun da hər şeyi yaxşıdır. Bir dənə bu çivinləri olmuyor da. Dəhşətdirlər. Çivinin əlindən oturmaq olmur. Mən uşaqları göndərmişəm ki, biz gedənə fındıq yığın. Hamısını yekidən yığıblar. O ki qala balacalar daha dadlıdır. Bunlar yağsız olur. Onlar daha ləzzətli olur. Vaqif gedib. Balacası da var içində bir iki dənə. Vaqif gedib Nazlı ilə yığıb. Çoxunu da yekə yığıb, özü yekə xoşlayır deyən. Görüm çəkə biləcəm. Qızlar, əlimdə belə bir şeylər oldu. Niyə oldu bilmirəm. Dünən də mamaya paltar seçəndə bütün ilişirdi paltarlara. Qabıq qoydu. Sanki bir əl üzərinin qabığı dəyişdi. Bu kənarlarda daha çox qalıb görünürmü? Belə qabıq. Bunu çox işlədirəm deyə ucumun qabıqları tam gedib. Amma bu barmaqlar az işlənir deyə hələ üzərindədir. Nədən oldu, niyə oldu heç bilmədim. Amma ki belə qabıqladı. Buralarını da qabıqlayıb bilmirəm. Görünür, görünmür. Amma belə bir şey yaşadım. İlk dəfədir belə bir şey olur. Sürtdükcə ətim ürpəşir bir-birinə. Mama da bağdan gəlir. Pomidor yığırdı mənə. Bu arada bilmirəm sizə dedim mi? Biz haradasa bir 6 günlük gəlmişdik. Qaynanam xəstədir deyə yoldaşım onun yanında qaldı. Biz gəldik. Gəlmiş olalım deyə gəldik. Yoxsa belə gələ bilmirdik. O özünə biraz işdən icazə aldı. Qaldı, biz gəldik. Burada da çay içdiyimiz yer. Ona görə tezdə çıxıb gedirik. Kəndin gözəlliyi. Gedib yenə o 4 divarın sementin arasına. Qalacağıq oralarda. Güllərimiz. Güllər mən əkmişdim. Bura belə dolu idi gündən. Həyət lap uzaqdan idi. Sonra buranı balacılaşdırdılar. Nə qədər biber lazımdır ki? Nə öyle? İşlədəcəksən bundan bir yığayım. İşlədirəm, xaladilnikə qoyanda onsuzdan işlədirəm. Keçən səfər də yekə göndəribsə dolmaları yekə elədim hamısını. Yekədilər değil mi? Elə şehlik yoxdur. Şey var mı? Mığılar var mı? Yox, mən bilmirəm. Yeməyib. Toxumluqca saxlayırsan mı? Əlimdən yekədir. Amma biraz balacalarından da qoyaq. Tapırsansa sən balacalarını. Təqə görüm tapıram. Dolmalı. Qızaracaq, ha? Nə bilim onu sən bilərsən. Qalanda qızarır değil mi? Şeydə gör nə arısan o biber turşusunu əmələ gətirə bilirsənmi? Görə mən qoya bilərəm. Doyluq bankada qoyurdular elə. Nə də istəsən qoya bilərsən. Qəşəng idi amma. Amma ona çox biber lazımdır. Hani o vişqa görünmür. Görürsünüz ağaçlar solubdur. Oralarda bak selin vişqası var hardasa. Bütün ağaçlar soldurur. Bu da acı biberlarımız. Yayın ucu axırlarıdır deyə elə bir meyvə yoxdur. Əsas meyvə bizdə yaz qabağı, yayın lap əvvəllərində olur. Əsasdakı tut mövsümündə tuta gedə bilmədim, yeyə bilmədim. Çox istəsəm də neçə illərdir ucu belə necə deyirlər, ürəyimcə tut yeyə bilmirəm. Düzdür, yürüyüşə çıxanda
Biraz ağaclardan oradan-buradan yedik, amma ki kənddə yeməyin ləzzəti ayrıdır da. Ağacın üstündə durasan, həm də ki oradakılar daha şirin olur. Nəinki buradakılar. Uzun sözün qısası elə bir meyvə yoxdur, sadəcə alma var. Yenə pomidor, biber, badımcan, xiyar, göyərti, belə şeylər aparacam kəndə. Daha doğrusu kənddən Bakıya. Günortalar semişkaları görmək olmur, başlar aşağı olur. İndi görünə qaldırıblar başlarını. Bu almaya da kim İran alması deyir, kim palmit deyir. Düzdür, hələ tam dəyməmişdi, amma yaşıl-yaşıl inci də sevir, mən də sevirəm deyə. Bundan da biraz dərdim ki, aparım. Kənddə əlimizi uzatmırıq, yemirik. Amma ki, Bakıya gələndə hamısının qiyməti artır, yəni gözümüzdə qiyməti artır. Başlayırıq hər şey yeməyə, orada yeməsək də. İnansız rayona getdiyim 5 gün idi, gedib hələ bir dənə fındıq qopardıb yemirdim. Çünki bilirdim ki, fındıq orada da nə vaxt istəsəm yeyərəm. Onun kürt toyuqları. Ördəklər də var, bələcə. Yazıqlar. Niye? Ne yazık burada yemek? Qorxurlar. Nə ara para da tutmuyor. Ay hasına tutsun tutsun demek ki. Qara quşlara bax. Bunların çıxmaq yerləri yoxdur. Var oradan var. Bir yeşil kara çıktı. Şurada. Pihli mi? Ha? Bu qaranquşun çıxma yeri. Qaranquş üçün yer. Bak bu qara qırmızı yaxşıdır. Attı. Bana böyle gider mi? Balaca biçəmə. O bana. Ha? Gözlərini düzə kəs. Sen kim var? Yox. Bunu tutan mı bax bunu? Atını. Bax bunu. Tut. Nə qəşəkdir. Tutanmaram axı, prosta deyirəm lan indi. Arı da nerede? Ah, Kaybola. tuta bilmirəm. Daim onu damazdıq saxlayırsansa o qalsın. Tuttun mu? Qaranquşların hayına bax, bir sizsə də çıxın gedin də. Oturub sonra göstərsin. Bir çəkdirdinən kimi onunla atam çaqqal kimi düşüblər cücələrin canını cücə tuturlar. Nasıl iyilerse bulamıyorum. Hansı? Sevmek Ey də yazıq xoruzdur özdə. Yazık mı olursun? Nə bilim, yazıq. Bugünkü vlog ancaq kənd həyatı oldu. Uşaqların baseyini içmirdilər bunun içində. Aytə, cöyüzün içində hələ yoxdur, ha? Olmaz hələ. Yağış yağıb, buna baxaya, yağış yağıb. Qara baba yazıq boğulur, burada quyunu çıxardım. Burada qalıbsan, suda nəfəs ala bilirsənmi sən? Gəl görək. Nətər çıxardım səni. Yapış özün, yapış özün. Yapış da yapış. Halı qalmayıb. Şeyə yapışmağa. Aha. Yazıq, yaxşı boğulmayıb. Bir dənə balaca yerdən qalxdı bu xarafladı yenə başladı yollaşır. Başı, hə, ürək zəif olanlar baxmasın. Yazıq, başı kəsilib hələ səsi gəlir. Deməli, səsi ağızlarından çıxartmırlar ha bunlar. Kafastan ciyardan geliyor değil mi? Ciyardan gəlir səsləri. Ayta, buradakı balıq nə yeyir bə? Yaxşı, hoppanıb belə üstündən tutur. Nə də tutduğu yerdə. Hada nə yəni suyun üstündən hoppanıb belə tutur? Vay Allah. Vay, mığı tutan da. Hanı bu? Bu da deyəsən daha görüm. Sən balıqsan mı? Yox, balıq deyil. Bu da qaçdı. Şimdi sağ verdilər. Yiyir Ayta bu cücələrin başını. Onda bunu cücə versən cücə də yeyər. Suyu var mı? Dünən Vaqif su tökürdü. Qalin. Yox deyil suyu yazıq. Yiy görüm nətər yiysən. Bu Ayta elə bil çatmır bunun ağzı. Yiy görüm hansını yiysən. Ya nə deyil? Məndən uzaqdır. Su gətirim. Uşaqlar yekə fındıq yığıb deyə. Onda heç dadı olmur. Gəldim balaca fındıq yığam biraz aparmağa. Burada da zoğalların yarısı dəyib satıblar. Yarısı da qalıb. Zoğanın çiydinə baxın. Gətirib buraya zoğal çiydi töküblər. Burada da heç fındıq yoxdur deyəsən. Gərək keçim o tərəfdən yığam. Havanın gözəlliyinə baxın. Buludların gözəlliyi. Neçə gündür çəkə-çəkə
Qutara bilmədim buludları sizə. Qaranquşlarımız. Təmizdir hava. İsti də olsa bilsən ki təmizdir. Nə qədər isti olsa da adam yapışqan olmur. Burada ət yapışmır. Amma ki Bakıda bir damcı şey olan kimi baxsan ki adam yapış oldu. Gedim o pis tərəfdən yığım. Buna gözüm düşmüşdü. Deyirəm bu nə yiyiləsdim. Amma deyir o tuyuqların xoruzudur. O gün Əmigil heyvan kəsmişdi. Ayaqlarını gətirib mama xaş bişirib. Dünən də sabahımızı xaşla açmışıq. Sarımsaqlı xaşla. Bilmirəm sevəniniz varmı? Sevən çox sevir, sevməyən də safsem sevmir. Bizdə Vaqif xoşlanır. Qalan evdə hamı xoşlayır, amma pişirən yoxdur. İnci ilə mən də xoşlayıram. Dünən yedik. İndi mama getdi yenə isitsin. Amma kim yedi, mən də biraz da fındıq yığım. Fındıqlar mənə ləzzət eləmir. Sonra gedək yeməyimizi yeyək, sonra sizi gəzməyə aparırıq. Gedirik bugün gəzməyə. Bugün qaydırıq, bilmirəm dedimmi? Dedim də, hə, bir gün də artıq qalaq deyə gecəni yolda gələcəyik. Yəni bileti axşama aldım. Saat 11-ə qalmış, avtobusumuz çıxır. 11-ə qalmışla qaydırıq. Geri sabah da orada yoldaşım işə getməmiş. Götürüb bizi evə qoyacaq. Buralarda su deyil. Mamanın kələmi nə yekədir. Bir-iki dənə belə əkib, ancaq özünə binəm. Bütün əkinlər var şeylərdir, ancaq bir lək, iki lək özünə binəm əkib. Bu da malinadır, qutarıbdır malinalar. Xiyarı da həmçinin özünə binəm əkib. Yəni belə satdıq olmur, ancaq özləri yeyirlər. Yəni balaca olanda satdıq olurdu. Fındıqlar da tökülüb yerə. Şu fındığın yığılmaq vaxtıdır, amma deyir bunları kim yığacaq. Burada da şeylərdir, petruşkalar. Lobiyası. Lobiya da maşdı mı? Belə yığın buradan biraz fındıq, gedək evə. Bunu da yığandan sonra adam yaman qaşınır. Eyb yox, gedib qollarımı yuyarım. Sevməyənlər burnunu tutsun. Biz yedirik xaş yeməyi, gülü də orada öyüyür xaşın içi gəldikcə. Qəşəkdir. Bəh. Bunu başdan ayağa götürüb yandırsaq, sonra təmizləsək, dərisini soysaq olmazmı? Niyə yoxdur ki? Əsas odur ki, əziyyət olmasın. Valla. Çiçək yaxşıdır, yolmaq olmuyor. Yoruldun, gəldin bura. Qaz dilə o. Ami yağlanıbdı mı, yoxsa hələ? Əvvəl nə qədər pompulu düzələr var idi, indi yox deyib pompulu düzə, ayağı tüklü. Yox, ayağı tüklü, indi o qabağındakının da ayağı tüklüdür. Onun, ana. Bunun. Amma əvvəl nə qədər pompulu, tərs tüküt olan toyuqlar var idi. Daha onlardan yoxdur. Kimsə vurmuşdu deyəsən, ya nəsə olmuşdu, yeriyə bilmirdi, yıxılır da, dal üstə qalırdı. Tərpənə bilmirdi. Gülü deyir, bir də gördüm qaz yatıb deyir, dal üstə gözlərini yumub. Elə bildim ölüb, əlimi vurdum ki, deyir, oyandı. Deyirəm, ay qız, o dal üstə düşüb halsız deyib, qalıb eləcə qalxa bilmir. Boy deyir, mən bilirəm yatır. Bu qazı kəsdik ki, yazıqdır, orada burada ölüb qalar birdən. İndi mama onu yolur. Mən də burada oturub sizə video montaj edirəm. Buralarda. Arkada da kənd fonu var. Musiqidə də kənd səsləri. Bax, sən elə hər dəfə əlimi alanda gəlirsən ki, baxayım. Bax. Ben kimseye bir şey yapmadım. Kesin. Aha. Bu qız. Bana işte bakıyor. Sen eliyle kameraya eliyle. Amanım, ömrüm əlinlə böyüyəndə baxarsan əlinlə. Sənin adın nədir? Şinidir. Nazlı, Günlər girmə kamerama, əlinlə böyüyəndə baxarsan. Az bu soska ne cünə düşüb ki tontul. Hansı da ki pux olan? Bu. Ömrüm bu deşilibdir bax, özü də deşilib buralarından. Tulla atan gələndə təzəsini alar 4 dənə donsun. Deyəcəyəndə sadəcə soska alayım. Zahmet soskuyu tercih edir bu yaşta bizimki də deyil soska alayım. Abi beşi, tulla şoşuyor. Sarı rəng alsın özdə. O bir Kəpənəyin 2 günlük ömrü var, onu da gəlib evə gir. Vurma, yazıqdır. Qoy gedim tutum çıxardım, hə də. Haraya dırmaşırsan, ay bala?
Hədə, yıxılarsan Murat, yıxılarsan. Murat usta o yana gedər. Ay, bir gün öldü. Hə, onu da yazıq gəlib evə girib. Az Çok yaxşı. öldür. Nə deyirsən Abanu, öldürsün? Mavi. Yok mavi. Mavi. Yok. Yükü gör nə günə saldın ay Murat. Üstündən mi çıxmışdın bunun? Yaxşı eləmişdin. Düzəld ömrüm günüm, ağıl. Adəm, aya çıxma. Hay can. Bir gün olmuş. Nədir o, nədir? Ay bana, o nədir? Oradakı nədir? Ha, sonra geçsin buraya dersin. O, adı nədir onun? Onun adı nədir? Çepenek. Nədir? Kəmbi nə idi? Çepenek. Xülüqəyə cibini. Benim ne Çək, baxın bir. Dayan, onu iriləşdiribsən, onu balacalaşdır ekranını. Balacalaşdır. Ay sağ. Getdi. Cahamat qoyunlarına deyir, gəlirlər. Sən də qazlarını Hadi yazıqdır. Zəl çək. Asıl. Pis qız. Sıkı. Arsız. Asız. İrsiz. İşsiz. Tərbiyəsiz. Sevgisiz. Banudur. Manoncu. Banudur. Manoncu. Sənin adın nədir? Ha? Adın nədir sənin? Bilmirsən? Bir də bunu çıxar. Adın nədir? Pis qız. Nədir bunlar? Naciz. Kimindir onlar? Naciz. Səndir? Naciz. Hə. Bir kaldı. Sen git şey al. Sen git. Baxıram ki, yenə vloqun bağlanışı yoxdur. Hələlik bu günlük məndən bu qədər olsun. Bu vloq tamına kənd həyatı oldu. İnşallah sevərək, bəyənərək izlədiniz. Bəyəndinizsə bəyənməyi, rəy yazmağı unutmayın. Hələlik sağ olun, sağlıqla qalın. Allaha əmanət olun. Öpürəm hər birinizi. Hələlik.